Fevralın 28-də İrana qarşı geniş miqyaslı hərbi əməliyyatların başlandığını elan edən ABŞ prezidenti Donald Trumpın növbəti hədəfi bu olacaq Kuba. Bu barədə The Atlantic qəzeti ABŞ liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Nəşrin mənbələrinə görə Trump özünün başqalarının başlatdığı işi bitirmək cəsarətinə malik ilk ABŞ prezidenti kimi görür. O, apardığı islahatların onu keçmiş prezidentlər Ronald Reagan, Jimmy Carter və Richard Nixondan daha yüksək səviyyədə qaldıra biləcəyinə inanır. Daha əvvəl Trump ABŞ-nin Kubanı dostcasına ələ keçirə biləcəyini bildirmişdi. Belə bir məlumat vermişdi və əlavə eləmişdi ki, Havana Vaşinqtonla danışıqlar aparır. ABŞ prezidenti Kubanı yumşaq desək, uğursuz bir ölkə adlandırıb. Dövlət katibi Marco Rubio bu məsələ ilə çox yüksək səviyyədə məşğul olur və bilirsiniz ki, onların pulu, nefti, yeməyi yoxdur. Hazırda millət həqiqətən də çətin vəziyyətdədir və onların bizim köməyimizə ehtiyacı var deyə Trump Kuba haqqında belə bildirib.